1 x istəyirəm. Sinusla kosinüsün hasili nə vaxt 1 olar? Hər ikisi 45 dərəcə verəndə. Niyə? Hər ikisi ya 1 olanda ya da nə? Qarşı Mənfi bir olmalı. Və yaxud burada hasili cəmə də çevirmək olar. Onda olur sinus neçə x? 5x sıx sinus 3x bərabərdir 2. Yəni bunun digər halı belə də düşə bilərdi. Onda bu nə olmalıdır? 1. Bu nə olmalıdır? Mənfi 1. Başqa mümkün deyil. Niyə bununla mən buna keçdim sizcə? Ona görə keçdim ki, burada 2 hal ola bilərdi. 1 vur 1 ola bilərdi. Mənfi 1 vur mənfi 1 ola bilərdi. İşlərə qarışardı. 2 dənə cavaba gedərdi. Ona görə hasildən cəmə keçdim. Bilirsiniz, yəqin ki, cəmli üstünün 2-də 1 sinuslar nədir? Toplama. Sinuslar nədir? Bəli. Ona görə buna keçdim ki, 1 alayalım. Və qiymətli oblastına görə də fərq 2-dirsə, sinus ən çox 1-dir. Onda demək digərdən çox ən az mənfi 1 olmalı ki, fərq nə olsun? 2 olsun. Başqa mümkün deyil. Deməli, bunlar eyni anda ödənəcək. Eyni anda. Bu olacaq sistem. İndi bundan sonra hələ kərəm ağlamaq. Biri harada alırdı? Pi bölünsün 2. Onda x'imiz nəyə bərabər olur? Pi bölü 10 plus 2 pi k bölünsün 5. Kosinus 3x mənfi 1 harada olur? Kosinus deyil, sinusdur. 2 pi k yazmayın da, m yazın. Çünki eyni k'nı yaza bilməzsiniz. Bu da olur mənfi pi bölü 6 plus 2 pi m bölünsün 3. Şimdi bunlar eyni köklər olmalıdır. Eyni bir şeylə ifadə eləməliyik. Onca nə edirəm? Dağları bərabər götürərəm. Hər tərəfi pi'yə böləcəm, amma nəyə də vurum ki, orta məxrəci götürək? 30'a. 30'a. 30'a vuranda bura 3 eləyir. 30'a vuranda bura 12k eləyir. 30'a vuranda bura mənfi 5 eləyir. 30'a vuranda da bura 20 m eləyir. Şimdi fikir verin. Buradan alında 12k. Çıx. Və yaxud da bu yana ataq. 20 m. Çıx 12k bərabərdir 8. Hər tərəf 4'ə bölünür. Bəli. 4'ə bölünməsəydi deyəcəkdik boş çoxluq. Çünki burada tamlardır. M-lə k nədir burada? Tam ədəddir. Deyəcəkdik boş çoxluq. Bölünməsəydi. Bölünür. Əla. 4'ə böl. 5'in çox 3k bərabər 2. 2. Sonra nə deyə bilərəm? Sadə sual deyil, müəllimlər. Biraz uzun gedəcək. Bax, k'ya nə tipli qiymətləri versəm, sol tərəf 5'ə bölünürsə, sağ tərəfdə 5'ə bölünər. 5 m plus neçə? 2. Plus 2 mi ödəyir? Minus 1 mi ödəyir? Plus 1 mi ödəyir? Plus 1 ödəyir. Vurun. 5'ə bölünüb qalıqda bir qalan ədədlər üçün ödənir. Açın mötərizəni. 15. Elə biz sizə mən bunu da öyrətdim də. Biz k'da nə verdik? 5n plus 1 verdik. Bax, belə bir bərabərliyin natural həllərini tapmaq üçün öyrətdim. Bax, deyirəm, bura 5'ə bölünür, burada 5'ə bölünməlidir. 3 vuruğu var. Onda burada k'nı necə seçərəm? 5'ə bölünüb qalıqda 1 qalan. Bax, bu bərabərlik bunu ödəyir. Bu ifadəni ödəyir. Və yaxud da belə də, tərsinə də gedə bilərdik. Bu 5m minus 2 bərabərdir 3k idi. Buradan 3k'nı atarım, nə qalar? Elə bir 2m. Qalığa baxıram da. M-i nə seçsəm, 3'ə bölünər o ifadə. Elə bir belə götürək, m minus 1. M minus 1 nə olmalıdır? Bir 3t olmalıdır. Onunla da gedə bilərik. İndi sosu nədir? M ilə K ikisini də N ilə göstərə bilirəm. Gətirin buradakı M-nın yerinə nə qoyun? Da bunu. M plus 1. Buradakı M-nın yerinə. Bu sadələşdir. Müəllimlər, sadə sual deyil. Bəli? Orada biz niyə hər ikisini K götürmədik? Onlar olmalı qaldı.
Bak K götürmürlər axı. De- Eyni o birində K pi orada simvolik. götürdük K ki- deyəndə nə deyirik? Tam ədəd. K Bilirəm simvolik. mən, o başa düşdüm. Orada deyirəm, yəni niyə ikisində 2pi k götürmədik? Birində 2pi k götürdük, birində 2pi m. Eyni deyil axı. Yenə deyirəm, buradakı K simvolikdir. Z-də yazaram, T-də yazaram, L-də yazaram, A-da yazaram. Tamdır. 2-pinin tam hasilləri. Burada da 2-pinin tam hasilləri. İndi gəlmişik son nəticəyə ki, belə olanda bunlar bir-birinin eynisi olur.